Bir ton uşaq rezinləri. Nə gözəl şey çıxıb bunun içindən. Deməli, marketdən xamxam almışdım. Mən xamxamı çox sevirəm. Həm dadı digər qarğıdalı nədir bu çubuqlarına nisbətən çox dadlı olur. Həm də ki içindən o qədər gözəl hədiyyələr çıxır ki. Baxın, həm 2 manata nə boyda kukuz yemiş olursunuz. Həm də ki içindən super. Həqiqətən də bəxtimizə 8 mart bizi xamxam təbrik elədi. Çox gözəl. Mütləq istifadə edəcəyik. Baxırsan ki, bunun elə özünün qiyməti 2-3 manat civarında dəyişir. Super. Sən də yedizdir bəbəyə qızım. Hə. Bəbə ye. Aferin. Bəbə sən də ye. Aldığımız xamxamı bəbəyə də yedizdirir. Körpə qızım. De bəbə sən də ye, bəbə sən də ye. Artıq xamxamın içindən çıxan bantiklərlə Mehrinin başına bəzəmişəm. Belə. Birazdan gedəcəyik. Ailə dostumuz gelinə 8 martı qeyd etməyə. Tort almışıq. Birazdan maşında onu göstərəcəm sizə. Maşında qalıbdı. Kabab bişirəcək bəylər bizə və tortla çay içəcəyik inşallah. Belə. Biz hazırlaşdıq, geyindik, keçindik. Gedirik dostumuz gilə 8 martımızı qeyd etməyə. Gəlmişik, kababa hazırlıqlar gedir. Mən çörəyi doğrayacağam. Burada isə əti hazır etmişik. Duzlayıb, istiyotluyub, tomatlamışıq. Uşaqlar oynayır. Bayaq sizə göstərdim Mehrini və dostlarını. Belə. Kanalımızın dəyərli izləyiciləri, bizi izlədiyinizə, bəyəndiyinizə görə sizə çox təşəkkürümüzü bildiririk. 8 martdan part 2 vloqumuzu sizinlə paylaşırıq. Zəhmət olmasa bəyəndinizsə, kanala abunə olmağı unutmayın. Sizin abunə olmağınız bizim üçün çox önəmlidir və kanalın inkişafında böyük rol oynayır. Burada sizə 8 martda xanımlara həyat yoldaşlarının aldığı hədiyyələri çəkirəm. Hər bir xanıma qadın xoşbəxtliyi arzu edirəm. Bütün bu hədiyyələr hamısı sadəcə göstərişdir, sadəcə xanıma olan dəyərdir. Amma əsl dəyər xanımı xanım kimi hiss elətdirməkdir. Mən belə düşünürəm. Əziz xanımlar, xoşbəxt olun. Biz də sizin içinizdə. Biz şam yeməyini yedik, yeyər-yeməz tezlikcə başladıq tortu kəsməyə. Tortu biz almışdıq adi marketdən. Qozlu, damla şokoladlı, qaymaqlı biskvit tortu idi. Sanki əldə bişmə ev tortu kimi çox dadlı idi. Marketdən alınan tortun belə dadlı olacağını heç düşünməmişdik. Çox dadlı idi.